Bütün tədbirlərə baxmayaraq kitablarla pozulan ünsiyyəti hələ də əvvəlki vəziyyətinə qaytarmaq mümkün olmayıb. Çıxış yolunu yazıçıların bir qismi dövlət qayğısında görür, digər bir qismi isə reklam PR işində. İnsanların kitablarla ünsiyyəti pozulub. Bunun ağır nəticələrini isə biz gələcəkdə hiss edəcəyik. Yazıcı Pərviz Cəbrayıl kitablardan gəlir əldə etməyin hələ tez olduğunu deyir. O ilk öncə çoxlu oxucu kütləsi qazanmağın vacib olduğunu bildirir. Bu məqamda hansısa maddi gəlir haqqında düşünmək məncə biraz artıqdır və çox erkəndir. Çox tezdir bu vaxtda düşünmək üçün. Hələ biz adamları yavaş-yavaş elə bil kitaba elə öyrədirik ki, elə bir birinci sinifə gələn uşaqlara hələ birinci, ikinci hərfi öyrədirsən. Yəni hələ adamlara birinci kitab almağı öyrətmək lazımdır. O qədər yəni yadırğıyıb insanlar bu kitab mədəniyyətinə, kitabla ünsiyyətə. Hələ ki bunu öyrətmək lazımdır və burada heç bir maddi xeyir gütmək olmaz. Düzdür, nəşriyyatın, təbii ki, nəşriyyat ora xərc qoyubsa, nəşriyyat o həmin xərci çıxartmalıdır. Amma sonraki mərhələdə bu hardasa inkişaf edərsə, yəni kitablar adamlar daha çox almağa başlayırsa, təbii ki, nəşriyyat qazanacaq, ondan sonra da müəlliflər qazana bilər. Sovet dövründə kitabçılıq dövlət səviyyəsinə təbliğ olunurdu. Bu təbliğat isə ilk növbədə dövlətin marağında idi. Həmin dövrdə yazılmış və senzuradan keçmiş əsərlər vasitəsilə hakimiyyət kütlələri idarə edir, bəzən də onların başını qatırdı. Ona görə də yazıcı Sovet dövründə yüksək tirajla satılan yazıçıların indi ayda 5 kitab belə sata bilmədiyini deyir. Bu da onu göstərir ki, sözügedən dövrdə kitabların satılması oxucuların marağından yox, dövlətin xidmətindən irəli gəlirdi. Kitab satışını əngəlləyən səbəblərdən biri də hazırda virtual kivin inkişafı ilə bağlıdır. Bütün dünyada belə deyək, virtual kivin, internet saytlarının, ədəbi portalların çoxalması ilə kitabın satış belə deyək, əmsalı biraz aşağı düşdü. Real kitabın satış əmsalı biraz aşağı düşdü. Amma burada belə məsələn Azərbaycanda belədir ki, sözsüz ki, yəni elektron variantda kitablar olanda bəzi oxucular, yəni xüsusilə yeni nəsil gələn gənclər daha çox elektrona üstünlük verirlər ki, o daha rahatdır, onu yükləmək olur və print eləmək oxumaq olar və ya elə telefondan oxumaq olar filan belə. Bu real kitabın bazarını bir qədər sıxışdırır. Bütün dünyada belədir, əslində təkcə Azərbaycanda belə deyil. Pərviz Cəbrayıl isə qeyd edir ki, internet real kitab satışına bir o qədər də böyük təsir göstərmir. İnternetin də burada müəyyən qədər bəlkə də rolu var. Söhbət onda deyil ki, internetdən adamlar ədəbiyyat oxuyurlar. Yox, heç internetdən də ədəbiyyat oxumur. İnternetdən də tam başqa şeylərlə məşğullar. Amma kitab oxumaq istəyən insan istəyir internet olsun, istəyir olmasın, yenə də o kitabını oxuyacaq. Məncə internet əsas səbəb deyil. Bütün səbəbi günümüzün ictimai siyasi gerçəkliyində bəlkə də axtarmaq lazımdır. Yəni bütün sosial gerçəklikdə axtarmaq lazımdır. Mədəni gerçəklikdə axtarmaq lazımdır. Deməli, orada durum o qədər bərbaddır ki, biz bu vəziyyətə gəlib çıxmışıq ki, yəni kitabla məsələ kitabı əlifba qədər, yəni oxucuya çatdırmaq, öyrətmək mərhələsindəyik biz hələ. Hazırda kitabların reklam, PR işi də çox aşağı səviyyədədir. Bu isə daha çox gənc yazarlara təsir edir. Bu təkcə belə deyək, televiziya kanallarında kitabın təbliği problem yaratmır. Həm də Azərbaycanda çıxan bəzi ədəbi dərgilərin özündə də belə deyək, son dövrlərdə ədəbi mühitdə baş verən şeylər o qədər də işıqlandırılmır. Deyək ki, müxtəlif qəzetlər var, falanlar var, orada yaxşı məqalələr, şeirlər, hekayələr falan çap olunur, amma çıxan dəyərli kitabların, reklam olunmalı kitabların reklamı lazımi səviyyədə deyil. Sözsüz ki, televiziyalarda da belə deyək, spirtli içkilərin, digər ərzaq məlumatlarının falanlarının reklamı gedir, amma kitabın reklamı bir o qədər də yoxdur və bunun da belə deyək, ən böyük zərəri gənclərə dəyər. Çünki artıq özünü təsdiq eləmiş müəyyən yazarların o qədər də buna ehtiyacı olmur. Onların kitabı çıxanda istənilən kitab evində oxucusu olan oxucular gedib onları axtarıb tapırlar. Yazıcı Pərviz Cəbrayıl isə reklamın heç də birinci və əsas şərt olmadığını deyir. O reklama qədər oxucuların kitablarla ünsiyyətini bərpa etməyi vacib sayır. Yalnız bundan sonra güclü reklam müəllifə müəyyən qədər uğur gətirə bilər. Bunu da yazar söylədi. Xatirə Məmmədova, Vüsal Cəfərov, İlham Hikmətoğlu, ANS.